Sabahın xeyir Varşava demək istərdim, amma sabahın xeyir Krakow. Əynimdə 2 dənə backpack, yeməklərimiz, yenə sumka. Bir dənə də burada qardaşlar var. Hansı ki, bu qardaşlar bundan 9 ay qabaq Varşavadaydılar. Üçümüz. İndi yenə Varşavaya gedirik və ümid edirik yolda qalmayacaq bu səfər. Yola çıxmadan qabaq maşınımıza bir dənə gözəl bir hamam, banyo eləyəcəyik. Çingiz qabaqda oturub. Çünki bura mənim şəxsi otağımda, yeməyim burada, kompüterlərim burada. Yaxşı, arxasını çək. Getdi ya. Çingiz bəy, nə üçün dayanmışıq burada? Biz burada dayanmışıq çay içməyə. Yeməkləri çıxardıq da bura. Hələlik çay içmək adi. Biz bir dənə update eləyim. Hər 100 kilometrdən bir dayanırıq, biz ayaqlarımızı açaq. Varşava o qədər də uzaq deyil, Krakova 300 kilometr zat kimi bir yoldur və bunu da maşınla 2 saatda getmək olur. Bir sendviçlərimizdən biraz yeyək, biraz da sokdan zatdan içək, sonra yola davam edəcəyik. Hava küləkli, biraz sərindir, həddindən artıq sərindir. Axşam olan kimi üşüyəcəyik, bu çox bəllidir. Bu da bizim canavarımız. Rəsmi olaraq Varşavadayıq. Yo. Əziz tamaşaçılar, binamızı görürük. Airbnb binamız. Məhləmiz. Məhləmiz, gözəl məhləmiz. İndi birazdan sizlərə təqdim edəcəyimiz ev cəmi cümü 220 manat 2 gün üçün. 220 manat 2 gün üçün. Evimiz, gözəl evimiz. Allah, çox qəşəngdir. Şəhər ayağımızın altında. Propkaya bax, dağılır şəhər. Uşaqlar, hamamımıza baxın bir dənə. Qardaş, qara unitaz mən ilk dəfə görürəm. Və burada nəsə başqa bir şeylər baş verib deyəsən. Bu ev cəmi cümü 220 manat təxmini olaraqsa qiymət deyirəm. Nəyə görə biraz bahadır 2 gün üçün? Ona görə ki, baxın elə bu mənzərəyə görə məncə dəyər. Təbii ki. Biz 3 nəfəriyik, bu ev isə 2 nəfərlikdir. Ev elə baxın, buradan ibarət. Balkon, yataq otağı, şkaf, mətbəx, bu da hamam. Dostlar, evə yerləşdik. Mənzərə sadəcə möhtəşəm. Birazdan gedirik, burada qəşəng bir Türk restoranı var, orada dönər yeyəcəyik. Big Chef, sənin üçün gəlirəm. Yes. Bu gözəl mənzərəni axşam da görəcəyik, amma indi isə getmək vaxtıdır. Tramvay. Mərkəz özüdür. Uşaqlar, 3 günlük bilet aldım. 3 günlük bilet, metro, avtobus, tramvay hamısı daxil. Tələbə üçün endirimli 13 manat. 3 gün, full. İstədiyin qədər min çıx, түş, deyin sənlər. Məsələdir metro? Çox gözəl. Çox danışmayacaq orada, çünki qoy deməsinlər ki, biz vlog çəkirik, yəni biabır olarıq. Çingiz, nə götürəcəksən? Mal ətindən dönəri çörəkdən. Böyük yoxsa, özün bilirsən də ki, böyük kiçik, sən nə götürsən? Böyük kiçik bilmək lazımdır. Uşaqlar, mən nə alacağımı bilirəm. Tabaqda, qabda mal əti dönər. 30% çörəkdir bax. Buna bax. Sən deyənə şükür, ye onu. Uşaqlar, yeməyi yedik, qutardıq. Ət dadlıydı. Əkbər bizə söz vermişdi ki, ət keyfiyyətli olacaq. Ət doğrudan da keyfiyyətli oldu. Çörək də yaxşı idi, təndir çörəyi idi. Dadını bəyəndim, sosları bəyəndim. Nə bilim,
Ayran da normal ayran. Fikirləşdim ki, daha balaca ayran olacaq, amma yaxşı ölçüdə idi. Ümumi götürəndə hər şeyə dəyər, yəni 4 verərəm. Qiyməti gəlin tək yeməyin keyfiyyətinə, dadına görə yox, həm də restoranın yerləşməsinə görə götürək. Gözəl. Bəli. Düz mərkəzdə. Mərkəzdəyik deyə təbii ki, bahadır. Təxminən Azərbaycan manatında yoxsa Polşada? Azərbaycan manatında. Azərbaycan manatında 22-23 manat. 22-23 manat. Amma gəlin biz bu dönərlər dönər kimi yox, hansısa dadlı bir restoran yeməyi kimi burada. Çünki bu obyekt restoran kimi. Terası zadı var. Birincisi, bütün menü. Cəmi 4-5 məhsuldan ibarətdir. Kameraya Bal bak. əti, toyuq əti, lavaş, çörək, Kahızat. kahı idi. Heç nə, yəni biri boksdadır, biri taryalkadadır, biri çörəkdə, biri lavaşda. Qutardı getdi, heç nə yoxdur da yəni. Mərcin yanında çörək vermirlər. Taryalkada sifariş edirsən, yanında lavaş yoxdur. Çayın yanında. Paxlava sifariş edirdi. Paxlavanın qiymətini bilmirəm. Paxlava dadlı idi, həqiqətən dadlı idi. Prosta çay bu qədər idi də, yəni bu qədər. Ona 6 zlot vermək, yəni 2.50. 2.50 ya. Sonra ayran soyuqdur, isti olmadı, mən də içərdim. Otaq temperaturunda yoxdur heç nə. Nə bilim, bərbaddır, yəni bura heç nə dönərxanadır da, yəni. Dönərxana qabağına oturacaqlar qoyublar. Biraz da bərk desəm məni vuracaqlar. Balımızı alaq 5 üzərindən. 3.50. 3.50. Uşaqlar, məkan gözəldir. Bura məndə nostaljik hisslər uyandırır. Çünki 2020-də mən burada olmuşam və buranı bəyənirəm. Müşfiq dediyi kimi, restoran deyil, bura dönər, kebab house kimi baxsaq, ət həqiqətən yaxşıdır. Biz əgər buranı bir dönər house kimi fikirləşsək, bura gəlib yeməyə dəyər. Biraz qiyməti artıqdır, amma əla, yəni dad olaraq yaxşıdır. Əgər ki siz çəkilmiş mal əti yox, vay, ət yemək istəyirsinizsə zor. Amma mən buranı qoç ətindən məsələn qiyaslayıram, qoç ət kimi məkanlardan. Mən biraz qiymət aşağı düşür. Məsələn, bura dönərxana kimi baxsam 4 verirəm, amma restoran kimi baxsam 3 verirəm. Get gündəlik gəz. Yeməyimizi yedik, yenirik, yandırmağa çıxmışıq. Oltanla gedirik bu yol, düzdür? Düz getsək, çıxırıq, biz gedək. Old Town'a doğru, içəri şəhərə doğru yola düşdük. Oranı gəzib, daha sonra çayın qırağına, sahilinə gedib, oranı biraz kuruklayacaq ki, tur rəhbərimiz bu GG. Erdoğan'ın Polşaya gələndə qaldığı otel Old Town. Kebab rollu. Old Town. Yolun eləyərik də, oradan keçək. Buradan Mete qardaşımıza salam olsun. Can ay Mete. Can. Yayın ortasında yağışa tutulduq. Özümüzü gəlib bir dənə belə bir restorana soxduq ki, yağışdan qurtulaq. Başımıza su düşməsin deyə. Qiymətlər də ki, od qiymət, od alıb yanır. Bir dənə cheesecake-ə 15 manat vermək istəyirsinizsə buyurun. Bu nə idi ümumiyyətlə başa düşmədim mən. Yəni çox ayıb bir şeydir. Bunu menüyə qoyublar. Uşaqlar çay içmək istəyir, amma mən heç içməyəcəm. Mən dondurma istəyirəm. Burada dondurma yoxdur. Bəlkə var, sən görməmişsən. Dondurma avtobusdayıq. Yağış o qədər gücləndi ki, artıq yəni mən oturmağa yetə bilmirəm. Yağış dəhşət yağır. Belə bir qərara gəldik ki, gedək bizim evə. Dostumuz bizim evi görsün. Sonra maşını götürək, onun evinə gedək. Onun evində oturaq çay içək. Sonra maşınla yağış yağacağını ehtimal etdiyimiz üçün maşınla gedək bazarlığa, sonra evə gedək. Plan belədir. Qərar verildi, hərəkətə keçirilir. Qərar verildi, qərarımızda qətiyyik. Bu davadan dönməyəcəyik. Bəli, yolumuz birdir, Allah bizləndir. Bizim уже atışın yaxşısı oldu. Sən o teorinin Və gözəl bir xəbər, evimizdə su yoxdur. Su qutarıb, su kəsilib daha doğrusu. Və biz necə içməliyik, necə əlimizi yuyacaq, heç nə bilmirik.
İndi gedirik Emingilə. Ondan sonra gedəcəyik bazar eləyəcəyik səhər yeməyi üçün. Yes. Uşaqlar, təəssüf ki, sizin üçün dostumuzun evini çəkmədim, çünki bu biraz ayıb olardı. Çox gözəl bir iti var idi, Lea, onunla tanış olduq, PlayStation oynadıq. Çingizin hər də fikrindən çıxa bilmir o it. Xanım, o yüzden xanım xeylağı idi o it. Çox gözəl etdi, çox. Göz Çingiz belə əlindən tutub onun itini bir tullanırlar. Gecəniz xeyli, əziz tamaşaçılar. İkinci gündə görüşərik.